Qüvvə xəttləri təsvir olunmuş elektrostatik sahənin göstərilən nöqtələrində sahənin potensialı və müsbət yüklü zərrəciyin aldığı təcilin modulu üçün hansı ifadələr doğrudur? Deməli, intensivlik xəttləri müsbətdən mənfiyə doğru yönəlir və intensivlik xəttləri sahənin potensialının azalması istiqamətində yönəlir. Ona görə də F2 F1-dən çoxdur. Bu öz yerində. İndi müsbət yük üçün A bərabərdir Q-yə bölünsün M. Bu bir cins sahə deyil, qeyri bir cins sahədir. İntensivlik xəttləri get-gedə sıxlaşır. İntensivlik xəttlərinin sıx olduğu yerdə intensivlik çoxdur. Seyrək olduğu yerdə isə azdır. Ona görə də Y1 Y2-dən çox olduğundan A1 də A2-dən çox olacaq. Yəni F2 F1-dən çoxdur, A1 də A2-dən çoxdur. 2/5.